Salam mənim əzizlərim, hər vaxtınız xeyir olsun. Bugün sizlər üçün qorxusu olan insanlar, yatanda narahat olan insanlar, yata bilməyən insanlar üçün bir ritual paylaşacağım. Bu ritual nədir? Bu ritualda gecə yatmazdan öncə, xüsus analar, evladlarınıza bunu eləyə bilərsiniz, özünüzə eləyə bilərsiniz. Hər bir insana bunu eləmək vacibdir. Demək ki, 7 dənə təmiz lavrov list götürürsən, qırığı, cırığı olmaz. Qətiyyən düz olmalıdır. Düzdür, indi məndə 4 dənəsi var. Amma biri biraz qatlalanan kimi olub. Neçə o kitabın arasında koyanda bu düzələcək, avtomatik düzəlir. Götürdün, prostinlə döşəyin arasında paduşka, yastığımın altında, prostinlə döşəyin arasında da belə üz-üzə, baxın, bu sap hissəsi arxaya olmalıdır. Bir-birinə baxmalıdırlar. Belə bir şəkildə siz bunları qoyursunuz. 7 gün qalır. 7 gündən sonra götürürsünüz, yandırırsınız. Balkonunuz var, balkonunuz, həyat eviniz var, küçədə. Spiçka ilə yandıracaqsınız. Belə birləşdirirsiniz. Birləşdirdiniz və spiçka ilə yandırırsınız. Sol əlinizlə tutursunuz, sağ əlinizlə yandırırsınız. Sonra arxaya baxmadan gedirsiniz evə. Bayıra getməyin. Evdə olan vaxtısında eləyin bunu ki, belə tutdunuz, yandırdınız. Arxaya baxmadan qalığını atın, arxaya baxmadan girin. Çalışın, haradasa 40 dəqiqə bayıra çıxmayın. Bina evində olanlar üçün daha asandır. Balkonda yandırın, balkondan atın, ondan sonra çıxa bilərsiniz. Amma həyat evində üstündən keçməyin. Yəni, bu nöqteyi nəzərdən deyirəm ki, həyat evində üstündən keçməyin. Mən bunu bir daha qələmlə də sizə göstərəcəm. Demək ki, yatmamışdan öncə körpü uşaqlarınıza da, özünüzə də, xəstələrinizə də, yuxusu olmayan və yaxud da yata bilməyən, qorxusu, güclü qorxusu olan insanlara baxın, bunu bu şəkildə yarpağı baş şəkli qalır, saplaq hissəsi arxa bir-birinə uyğun, belə bir şəkildə ağız-ağıza göstərirsiniz. Belə bir şəkildə yaxın olmamalıdır. Biraz məsafədə, eyni istiqamətdə, sonra prostini çəkin üstündən, paduşkanı da qoyun üstündə 7 gün. 7 gündən sonra yandıracaqsınız. Mənim əzizlərim, hər birinizə gözəl günlər, sağlam həyat, yuxulu həyat və sizləri sevirəm. Rəbbimiz hər birimizin köməyimiz olsun inşallah. Allah arzularınızı, niyyətlərinizi versin. Əmin.